sevinərək, sevincəkli şəkildə mən elə ümidsiz ailələr üçün bir motivasiya fikrini almaq istəyirəm mamamızdan. Mamanız, istəyirəm özünüz danışırsınız. Ayxanı ilk dəfə, yəni ki, serebral diagnozu qoyan həkim 11 ayında serebral diagnozu qoymuşlar. Ayxana demişdi ki, bundan sizə uşaq olmayacaq, aparmatın bir kənara. Yəni, həmin gündən də mən qarşıma bir məqsəd qoymuşdum ki, nəyin bahasına olur olsun, Ayxanı ayağa qaldıracaq. Yəni, çox çalışdım, çox soruşdum, çox şeylərdən keçdi. Yəni, bugünkü gündə də bir dənə özüm üçün bir şeyim var ki, mən bir gün Ayxanı həmin həkimin qabına aparacaq, deyəcəm, bu həmin uşaqdır. Ayxanı, yəni ki, biz bura gələndə də, yəni ki, mənim bu mərkəzə gələndə həmişə Esmira xanımı istəyirdim. Fikirləşdirdim ki, nə vaxt imkanım olsa, Ayxanı laqepedə aparacam, sırf Esmira xanımın yanında aparacam. O qədər ümidlə bura gəldim və gəldiyim ilk gündən də Ayxanın nəticəsini gördüm. Yəni, mən heç bir mərkəzdə, heç bir yerdə başqa laqepedə aparmam. Mən üçün Azərbaycanda bir dənə laqeped almış Esmira Qafarovadır. Çünki mən, yəni, o qədər Ayxan bura gələndə Ayxanda möcüzəli dəyişikliklər oldu. O qədər Ayxan bugünkü gündə hər şey deyir. Ayxan bir kəlmə ana sözü deyə bilməyən uşaq bugün yemək istəyirəm, 8 yaşında, çeynəməyən, udmayan, çeynəməsi, udmayansı olmayan uşaq artıq yeməkləri tam sərbəst. Hə, ana yemək ver, ana çay ver, su ver, kompot ver, yəni hər şey deyir, istədiyini bildirir. Yəni, Ayxan dünən keçi şeirini deyib, yəni o şeiri tam əzbər bilir. Ayxan bugünkü gündə, yəni hər şey, maşın qoşuram istiyor, ana ayrısın qoş, bunu istəmədi. Yəni, və bütün bədən üzvlərini tanıyır, saya bilir, hətta ingiliscə saya bilir, danışa bilir. Çox istərdim həkim bunu görər. Yəni, çox şey bacarır. Yəni, bugünkü gündə demək ki, hər şey mümkündür. Yəni, tək Allahın möcüzəsi deyil, Azərbaycanda kifayət qədər yaxşı mütəxəssislər var. Sadəcə biraz inanmaq lazımdır, hərdən möcüzələrə inanmaq lazımdır. Və Rəbbim bütün valideynlərin üzünü güldürsün. Necə Ayxanımın maması bugün ümidli və israrlı bir şəkildə gəlmişdi. Mən belə utandım. Yəni, Ayxanın mamasının ümidinin qarşısında. Çünki ilk dəfə qəbulda ona bildirmişdim ki, Ayxanda çox da böyük nəticə olmaya bilər. Çünki 8 yaşı var, heç də danışmır, diaqnozumuz ağırdır. Mamamız demişdi, sınıfa, mən sizə inanıram. Və bugün sizin ümidinizin, sizin inanınızın cavabıdır. Allah həmişə başınızı uca eləsin. Sizin bu qeyrətlə, namusla Ayxanın arxasında durmağınız var. O özü bugün Ayxanı bu yerə gəlib çatdırır. Biz sadəcə vəsiləyik. Allah köməyiniz olsun. Öpürəm səni. Oh, şirin bala. Dedim sizin ödəyişi qaytaracaq. Yox, qaytaracaq.